Bunların içində bəzən o dağıntını görən ağıllı insanlar var. Məsələn, Xadaryonov var, hərbiçidir. Və o deyir ki, mən indi birazdan Stalinin səsi ilə deyəcəm bunu. Mən dedim, söz verimsə ki, Stalinlə danışacağım. Xadaryonov deyir ki, baxın görün Stalin barəsində Xadaryonov nə deyir, sonra mən davam etdirəcəm fikrimi. Поскольку здесь прозвучало имя верховного главнокомандующего товарища Сталина, то когда говорят о его выдающихся организаторских способностях, а так дело есть и на самом деле, то всегда все-таки надо помнить, что он работал в команде исполнителей, можно сказать, тоже звезд первой величины в сфере организации тех или иных процессов. И тут достаточно только несколько фамилий назвать. Например, Молотов, Маленков. Не к ночи будет упомянут и Берия, который, между прочим, маршал Советского Союза, герой социалистического труда, справлялся практически со всеми задачами, которые ему поручали. Поручили оборону Кавказа, а можно сказать спасение Кавказа. Справился. Поручили курировать выпуск вооружений и военной техники. Справился. Поручили атомный проект. Закончилось испытанием ядерного оружия. Поручили создание зенитно-ракетной обороны Москвы. Справился. Поэтому А власть после товарища Сталина перехватить не смог, не sправился. Baxın, görürsünüz nədir Stalin barəsində? Bu imperiyaya necə xidmət ediblər? Beriya, bütün ona tapşırıqlara verirlər, atom bombasının yaradılmasından tutmuş, Qafqazın 2-ci Dünya müharibəsində qorunmasından tutmuş, böyük təşkilatçıdan nə edilər? Çok güllələdilər. Stalin özü də Gürcüdür, Beriya da Gürcüdür. Megrel də Gürcü, Megrel eyni xalqlarda, yəni ki, Gürcüstan xalqı. Stalin də Gürcüdür. Nə edilər? Vrak narod. Nə Malenkovdan adını çəkdi, Molotovlar heç biri Rus deyil. Heç biri. Birinin arabanı tutub Sibirə göndərmişdi. Yəni, qırdılar bir-birlərini. Amma Stalin deyirdi ki, hər şeyi kadrlar həll eləyir. İndi mən Stalinin səsi ilə Vladimir Vladimiroviçə müraciət edəcəm. Я сейчас обращусь к вам, Владимир Владимирович, голосом великого, как вы считаете, политика Иосифа Виссарионовича Джугашвили, товарища Сталина. Как говорил товарищ Сталин, кадры все решают, кадры. А ну ты посмотри, какие кадры у Зеленского. Буданов, Мадьяр, Федоров, Сырский. И чем же ты ответишь? Ты же любишь Сталина, ты же его путь, его деяния любишь и продолжаешь его политику, да? Владимир Владимирович, кем ответишь? Матвиенко, Медведев, Володин, да? Или Шойгу и Герасимов? Нет, Владимир Владимирович, это не кадры. Bu sadəcə bir aktyorluq belə bir balaca sizin üçün elədim ki, əşi, sən kadrlarına bir bax, bir də özünə bax. Elə ən rəzil kadr özünsən. Və o KGB-də də ən geridə qalan kadr idi. Yaxşı kadrı heç vaxt Şərqi Almaniyana hansısa belə kuryer kimi göndərib açıqca ki, kəşfiyyatçının açıq bir iş olur. Kəşfiyyatçı gizlində, yaxşı kəşfiyyatçı gizlində işləyərlər. Nə işləyib orada bilməsə də belə də hansısa ofisdə sənədlərə qol çəkir.